Salam, hər vaxtınız xeyir olsun. Hədəfin 9-cu sinif buraxılış tipli sınaq bir testlərinin izahını verəcəm. Məxrəci 45 olan düzgün kəsirlərdən neçəsi ixtisar olunmur? Belə məsələlərdə biz 45-i sadə vuruqlara ayırırıq. Daha sonra 45-i sadə vuruqların qüvvət üstü şəklində yazırıq. Yəni olacaq 3 üstü 2 vurulsun 5 üstü 1. Məxrəci 45 olan ixtisar olunmayan düzgün kəsirlərin sayı baxın belə bir düsturla hesablanır. 45-i vururuq. 1 çıxılsın bu sadə vuruğun tərsi olacaq 3-də 1 vurulsun 1 çıxılsın bu sadə vuruğun tərsi olacaq 5-də 1. Bunu hesablasaq 45 vurulsun 3-də 2 vurulsun 5-də 4. İxtisar gedir olur 3 vur 2 vur 4 olacaq 24. Doğru cavab B variantı. Bir düz xətt üzərində 8 nöqtə qeyd olunmuşdur. Alınan şüaların sayını tapın. Düz xətt üzərində n sayda nöqtə verilsə, əmələ gələn şüaların sayı 2 vurulsun n olacaq. Bizdə də 8 nöqtə verilib. Deməli, əmələ gələn şüaların sayı olacaq 2 vurulsun 8 olacaq 16. AB üstü xətt minus BA üstü xətt ifadəsinin qiyməti hansı ola bilər? Şərtdə də verir ki, A böyükdür B-dən. AB 2 rəqəmli ədəddir. Bunu mərtəbə qiymətlərin cəmi şəklində yazsaq olacaq 10A üstə gəlinsin B. BA üstü xətt, yəni bu da 2 rəqəmli ədəddir. Mərtəbə qiymətlərini cəmi şəklində yazsaq olacaq 10B üstə gəlir. İndi gətirib yerinə yazıb ifadənin qiymətini hesablayaq. Olacaq AB üstü xətt minus BA üstü xətt bərabərdir 10A plus B minus 10B plus A. Burada qarşıda mənfi olduğuna görə mötərizədə yazılır. Çünki mötərizəni açanda işarələr əksinə dəyişəcək. Olacaq 10A plus B minus 10B minus A. Bunu da sadələşdirsək olacaq 9A minus 9B. 9-u ortaq vuruq kimi çıxarsaq olacaq 9 vurulsun A minus B. Deməli, ifadənin qiyməti 9 vurulsun A minus B şəklindədir. Yəni, vuruqlardan biri 9-dur. Vuruqlardan biri 9 olarsa, hasil hökmən 9-a bölünən bir ədəd olmalıdır. İndi variantlara baxsaq, A variantında verib 14. 14 9-a bölünmür. Deməli, ifadənin qiyməti ola bilməz. Digər variantlarda 66 9-a bölünmür, 87 9-a bölünmür, 48 9-a bölünmür. Amma 54 9-a bölünür. Deməli, bu ifadənin qiyməti 54 ola bilər. Şəkildə A paraleldir B olarsa X bucağının dərəcəsini tapın. A ilə B paraleldir, C də kəsəndir. Şəkildə verilən bucaqlar, yəni 105 dərəcəli bucaqla X bucağı daxili bir tərəfli bucaqlardır. Bu bucaqların xassəsinə görə cəmləri olmalıdır 180 dərəcə. Olacaq X plus 105 bərabərdir 180. Buradan X-i tapırıq, olur 75 dərəcə. Bir boru boş hovuzu 2 saata, digər boru isə 3 saata doldura bilir. Hər iki boru eyni anda işləsə, hovuz neçə dəqiqəyə dolar? Deməli, bir boru 2 saata doldurursa, 1 saata hovuzun 2də 1 hissəsi dolacaq. Digəri 3 saata doldurursa, 1 saata 3də 1 hissəsi dolacaq. Hər iki boru eyni anda işləsə, 1 saata hovuzun 2də 1 plus 3də 1 hissəsi dolacaq. Yəni, olur 6da 5. Deməli, tənasüb qursaq, hər iki boru eyni anda açılsa, 1 saata hovuzun 6da 5 hissəsi dolur. Bəs, yəni, bütöv hovuz neçə saata dolar? Yazaq, x saata bütöv hovuz dolar. Bütöv hovuz da kəsrlə verildiyinə görə, yəni 6-da 6 demək, yəni 1-dir bu. Bütöv hovuz 1-dir. Buradan tənasübdə çarpaz vurub həll etsək, olacaq 6-da 5 vurulsun x bərabərdir 1-ə. Buradan x-i tapsaq 1-i bölməliyik 6-da 5-ə. Tərsinə çevirib vursaq ikinci kəsri olacaq 5-də 6. Deməli, hər iki boru eyni anda işləsə, hovuz 5-də 6 saata dolacaq. 5-də 6 saata dolur. İndi bizdən deyir neçə dəqiqəyə, ona görə saatı dəqiqəyə çevirməliyik. 1 saat 60 dəqiqə olduğuna görə 5-də 6 saat olacaq 5-də 6 vurulsun 60 dəqiqə. Bunları da ixtisar etsək olacaq 72 dəqiqə. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərindən 4 dəfə böyükdür. Bu bucaqların böyüklüyünü tapın. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da onların cəmi 180 dərəcədir. İndi bizdə məsələdə deyir ki, biri digərindən 4 dəfə böyükdür. Yəni, biri digərindən 4 dəfə böyüksə, bunlar heç zaman bərabər ola bilməz. Bərabər deyilsə, deməli cəmləri 180 dərəcədir. İndi buna uyğun tənlik quraq. Tutaq ki, birinci bucaq x-dir, ikinci bucaq bundan 4 dəfə böyük. Yəni, olacaq 4 vurulsun x. Cəmləri olmalıdır 180 dərəcə. Yazırıq, x plus 4x bərabərdir 180, 5x bərabərdir 180, x də bərabərdir 36. Deməli, bucaqlardan biri 36 dərəcədir, digər bucaqda 4 vurulsun 36, olacaq 144 dərəcə. Böyüyünü soruşur, yəni doğru cavab D variantı. 9-a qalıqsız bölünən natural ədədləri 45-ə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın.
Bölən 45 olduqda alına bilən qalıqlar hökmən 45-dən kiçik olmalıdır. Yəni qaydaya görə qalıq böləndən kiçik olmalı. Yəni ya bərabər ola bilməz, nə də böləndən böyük ola bilməz. Yəni hökmən böləndən kiçik olmalıdır. İndi deməli bölən 45-dirsə alına bilən qalıqlar 45-dən kiçik olacaq. İndi bizə deyir 9-a qalıqsız bölünən natural ədədləri 45-ə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın. Deməli biz 45-dən kiçik 9-a qalıqsız bölünən ədədləri yazmalıyıq. Deməli 45-dən kiçik 9-a qalıqsız bölünən ədədlər olacaq 9, 18, 27, 36. Baxın bunlardır. Bu ədədləri 45-ə böləndə alına bilən qalıqlar elə özü olacaq. Yəni 45-dən kiçik olduğuna görə. İndi bunların cəmini soruşur. Olacaq 9 plus 18 plus 27 plus 36. 27, 27, 54, 36, 90. Yəni doğru cavab C variantı. Uzunluğu 60 cm olan AB parçası daxilində A nöqtəsindən başlayaraq ardıcıl C və D nöqtələri qeyd olunmuşdur. CD parçasının uzunluğu 10 cm olarsa AC və BD parçalarının orta nöqtələri arasındakı məsafəni tapın. Əvvəlcə şəkli çəkək. Bu olsun AB parçası. Ardıcıl olaraq C və D nöqtələri qeyd olunur. Qeyd edək. Deməli bütöv AB parçası bizə verilib 60 cm. CD-nin də uzunluğu 10'dur. Bura yazaq 10. Deyir ki, AC ilə BD parçalarının orta nöqtələri arasındakı məsafə. Yəni bu orta nöqtə olduğuna görə bura x-dirsə, burada x olmalıdır. İndi bura tutaq ki, y-dir, burada y olacaq. Baxın bu məsafəni soruşur. AC ilə BD-nin orta nöqtələri arasındakı məsafə. Bu da olacaq. Deməli biz tapmalıyıq x plus 10 plus y. Yəni bu cəmi tapsaq, AC və BD parçalarının orta nöqtələri arasındakı məsafəni tapmış oluruq. İndi baxın, x üstəgəl x, üstəgəlsin 10, üstəgəlinsin y, üstəgəl y. Bu bizə bütöv AB parçasını verdi, yəni bu 60'dır. Bunlar sadələşdirsək, olacaq 2x üstəgəl 2y bərabərdir. 50-ni keçirsək sağ tərəfə, olacaq 10'u. 10'u keçirsək sağ tərəfə 10'dur, hə, burada 10'dur. Olacaq 60'dan 10'u çıxırıq 50. Buradan 2-ni mötərizə xaricinə çıxarsaq, olacaq x plus y bərabərdir 50. X plus y də bərabərdir 50-ni 2-yə bölsək, olacaq 25. Deməli x plus y 25'dir. Gətirib bu cəmi hesablasaq, yəni burada yerinə yazsaq, olacaq 25 plus 10. Olacaq 35. Deməli AC və BD parçalarının orta nöqtələri arasındakı məsafə ilə 35'dir. Əkob 15-18, üstəgəl əbob 13-18 ifadəsinin qiymətini hesablayın. 15 ilə 18-in əkobunu hesablayaq. Buradan 3 vuruğunu çıxarsam, hər ikisindən əkobun xaricinə çıxardırım. Olur 3 vurulsun əkob, 5, 6. 5 ilə 6 qarşılıqlı sadə ədədlərdir. Əkobu olacaq 30. Yəni qarşılıqlı sadə ədədlərin əkobu bir-birinin hasilinə bərabərdir. 5 vur 6 olur 30. Qarşıda da 3 var. Olacaq 3 vurulsun 30 bərabərdir 90. Deməli 15 ilə 18-in əkobu 90'dır. Əbob 13, 18. 13 ilə 18 qarşılıqlı sadə ədədlərdir. Əbobu 1-ə bərabərdir. Onda olacaq 90 üstəgəl 1 bərabərdir 91. Məxrəci 300 olan düzgün kəsirlərin neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar. Əgər kəsir ixtisar olunmayan kəsirdirsə, məxrəcinin sadə vuruqları ayrılışı yalnız 2, yalnız 5, 2 və 5'lərdən ibarətdirsə, o kəsir olacaq sonlu onluq kəsir. 2 və 5'dən başqa hər hansı bir digər vuruq olarsa, bu olacaq sonsuz onluq kəsir. Onda biz məxrəci, yəni 100'ü, 300'ü sadə vuruqlara ayırıq. 2'yə bölürük 150, 2'yə bölürük 75, 3'ə bölürük 25, 5'ə bölürük 5, 5'i də 5'ə bölürük 1. Deməli, 300'ün sadə vuruqları 2, 2, 3, 5, 5'dən ibarət. Deməli, burada bir 3 vuruğu var. Yəni, belə olan halda məxrəcdə belə deyim, 3 var, bir də 2 və 5'dən başqa 3 vuruq var. Deməli, bu sonsuz olacaq. Sonlu olması üçün surət 3'ə bölünməlidir ki, ixtisar gedəndə ancaq 2 və 5'lər qalsın. Deməli, məxrəci 300 olan neçə dənə düzgün kəsirimiz var? Baxın, 300-də 1-dən başlayır, 300-də 299'a qədər davam edir. Deməli, məxrəci 300 olan 299 dənə düzgün kəsir var. İndi baxaq görə bu 299 dənə, yəni ədəddən neçəsi 3'ə bölünür? Yəni surətdə hansı ədədlər olarsa, yəni 3'ə bölünən ədədlər olmalıdır ki, məxrəcdəki 300-dən ixtisar olunsun. Yəni məxrəcin sadə vuruqları yalnız 2 və 5'lərdən ibarət olsun. Onda biz 299'u bölərik 3'ə. Burada 99 düşür. Qalıq da qalır 2. Yəni deməli 99 dənə 3'ə bölünən ədəd var. Yəni məxrəci 300 olan 99 dənə düzgün kəsri sonlu onluq kəsir şəklində göstərmək mümkündür. Doğru cavab B variantı.
Alıcının 120 manat pulu var. O bir dənəsinin qiyməti 7 manat olan dəftərdən ən az neçə dənə alarsa, qalan pulu 20 manatdan az olar. Bu məsələni variantları yoxlamaqla da etmək olar. Amma yəni riyazi qaydada həlli, yəni bərabərsizlik şəklindədir. Məsələn, burada götürsək, tutaq ki, ən azı x dənə dəftər alır. Bir dənəsinin qiyməti 7 manatdırsa, x dəftərin qiyməti olacaq 7x. 120 manat pulu var. 7 vurulsun x manat xərcləsə, qalan pulu olacaq 120 minus 7x. Bizə də deyir ki, qalan pulu 20 manatdan az olsun. Yəni 120 minus 7x kiçik olmalıdır 20-dən. Yəni qalan pulu 20 manatdan az olmalıdır. Yəni 120 minus 7x kiçik olmalıdır 20-dən. İndi bu bərabərsizliyi həll etsək, mənfi 7x kiçikdir. 120-ni keçirdirik sağ tərəfə. Olacaq 20 minus 120. Mənfi 7x kiçik olacaq mənfi 100-dən. Buradan hər tərəfi mənfi 7-yə bölürük. Mənfi ədədə böləndə bərabərsizlik işarəsi dəyişir. Onda olacaq x kiçikdir işarəsi dəyişir, olur böyükdür. Mənfi 100-ü də bölürük mənfi 7-yə. Yəni x böyük olacaq 14,7-də 2-də. Deməli, x 14,7-də 2-dən böyük olmalıdır ki, o alıcının qalan pulu 20 manatdan az olsun. Deməli, bu bərabərsizliyi ödəyən ən kiçik qiymət olacaq 15. A ədədi B ədədinin hansı hissəsini təşkil edir? A, B-nin hansı hissəsini təşkil edir desək, A-nı bölməliyik B-yə. Doğru cavab A variantı. Ədədlərdən hansı 3-ə qalıqsız bölünür? 3-ə bölünmə əlaməti rəqəmlərinin cəmi 3-ə bölünürsə, o ədəd 3-ə bölünməlidir. Burada variantları yoxlasaq, A variantını rəqəmlərinin cəmini hesablasaq, 7 ilə 2, 9, 3, 12, 1, 13, 4, 17, 5, 22. 22 3-ə bölünmür. Ona görə də bu ədəd 3-ə bölünməyəcək. B variantını yoxlasaq, 4, 5, 9, 6, 15, 1, 16, 7, 23, 2, 25, 8, 33. 33 3-ə qalıqsız bölünür. Ona görə də bu ədəd də 3-ə bölünəcək. Burada bir də C variantı da uyğun gəlir. Yəni, bu testdə həm B, həm C 3-ə qalıqsız bölünür. A və B qarşılıqlı sadə ədədlər olarsa, əbob AB-ni hesablayın. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Hesablayın. 1 tam dövrdə 6, üstəgəl 9-da 7, üstəgəlsin 3-də 1. Əvvəlcə bu saf dövrü onluq kəsi adi kəsə çevirək. 1 tam olduğu kimi qalacaq. Məxrəcə dövrdəki rəqəmlərin sayı qədər 9 yazırıq. Surətə də dövrdəki rəqəmi yazırıq. Olur 1 tam 9-da 6. Üstəgəl 9-da 7, üstəgəlsin 3-də 1. Bunları ortaq məxrəcə gətirib toplasaq olacaq 1 tam. Ortaq məxrəc olur 9, edir 6 plus 7 plus 3-də 1-i də 9 məxrəcinə gətirsə olacaq 9-da 3. Bərabər olacaq 1 tam 9-da 16. Bu düzgün olmayan kəsirdir. Bunu qarışıq ədədə çevirsək olacaq 1 tam 9-da 7. Qarşıda da 1 tam var. Olacaq 2 tam 9-da 7. İndi cavablarda dövrü onluq kəsirindən veriblər. Biz də 2 tam 9-da 7-ni çevirsək olacaq 2 tam dövrdə 7. Yəni bu nə deməkdir? Əgər çevirə bilmirsinizsə 2 tam olduğu kimi qalır. 7-ni bölərsiniz 9-a. Yəni 7-ni 9-a bölsəz, baxın 7-də 9 0 dəfə yerləşir. 0. Qismətə vergül yazıb 7-nin yanına 0 düşür. 70-də 9 olacaq 7 dəfə. 63. 70-dən 63 çıxırıq. 7 yanına 0 düşürük. 70-də 9 yenə 7 dəfə. Yəni davam etsək olacaq 0 tam 7 7 7. Saf dövrü onluq kəsirdir. 0 tam dövrdə 7. Burada da 2 tam var. Olur 2 tam dövrdə 7. C variantı.
Rəqəmləri cəmi 13 olan 2 rəqəmli ədədlərin neçəsinin 3 sadə vuruğu var? Rəqəmləri cəmi 13 olan 2 rəqəmli ədədlər olacaq 49, 58, 67, 76, 85, bir də 94. İndi bunların deyir neçəsinin 3 sadə vuruğu var? 49-un sadə vuruqları olacaq 7 vur 7. 58-in sadə vuruğu olacaq 2 vurulsun 29. 67 ilə sadədir olacaq 67. 76-nın sadə vuruqları ayırsaq olacaq 2 vurulsun 2 vurulsun 19. 85-in sadə vuruqları olacaq 5 vurulsun 17. 94-ün də sadə vuruqları olacaq 2 vurulsun 47. Bu sadə vuruqlara baxsaq görərik ki, bir dənə 76 ədədinin 3 sadə vuruğu var. Yəni 2 vur 2 vur 19. Digərlərinin məsələn 49-un 2 dənə sadə vuruğu var, 58-in 2 dənə, 67-nin 1 dənə. Yəni bizdən 3 sadə vuruğu olduğunu soruşur. Ona görə olacaq 1 dənə. 1 dənə ədədin, yəni 3 dənə sadə vuruğu var. Ən böyük 2 rəqəmli cüt ədəd ilə ən kiçik 2 rəqəmli ədədin əbobunu tapın. Ən böyük 2 rəqəmli cüt ədəd olacaq 98. Ən kiçik 2 rəqəmli ədəd də 10-dur. Bunların əbobunu soruşur. Olacaq əbob 98, 10. Buradan 2-ni vuruq kimi çıxarsaq əbobun xaricinə olacaq 2 vurulsun əbob 49, bir də 5. 49 ilə 5 qarşılıqlı sadə ədədlərdir. Əbobu 1-ə bərabərdir. Olacaq 2 vurulsun 1, 2. Deməli, doğru cavab 2-dir. Xarici bir tərəfli bucaqlardan biri digərindən 8 dəfə böyük olarsa, kiçik bucağın dərəcə ölçüsünü tapın. Xarici bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Birinci bucaq x-dirsə, ikinci xarici bir tərəfli bucaq olacaq 8x. Bunların cəmi 180 dərəcə olmalıdır. Bunun tənliyi həlli olacaq 9x bərabərdir 180, x də bərabərdir 20. Deməli, bucaqlardan biri 20-dir. Digər bucaqda 8 vurulsun 20 olacaq 160. Bizdən kiçik bucağın dərəcə ölçüsünü soruşur. Olacaq 20 dərəcə. A bərabərdir 2 üstü 3 vurulsun 7 üstü 6 ədədinin natural bölənlərinin sayını tapın. Ədədin natural bölənləri sayını tapmaq üçün o ədədi sadə vuruqlara ayırmalıyıq. Sadə vuruqlara ayırdıqdan sonra sadə vuruqları qüvvət üstü şəklində yazırıq. Ondan sonra hər qüvvətin üzərinə bir gəlib hasilini tapırıq. İndi bizim məsələdə A ədədini sadə vuruqlara ayırıb qüvvət üstündə yazıblar. Deməli, A ədədi 2 üstü 3 vurulsun 7 üstü 6-dır. Bu ədədin natural bölənləri sayını tapmaq üçün olacaq 3 üstə gəl 1 vurulsun 6 üstə gəl 1. Yəni, qüvvət üstlərinin üzərinə 1 gəlib hasilini tapırıq. 4 vurulsun 7 olacaq 28. Doğru cavab 28. 2 ardıcıl tək ədədin cəmi 120 olarsa, bu ədədlərdən böyüyünü tapın. Deməli, ardıcıl tək ədəd soruşur. Tək ədədlərin ümumi şəkildə yazılışı 2n plus 1-dir. Tutaq ki, tək ədədlərdən biri 2n plus 1-dir. Onda digəri, yəni ardıcıl tək ədəd bundan 2 vahid çox olacaq. 2n plus 3 olacaq. Bunların cəmi 120-dir. Yəni 2n plus 1 üstə gəlsin 2n plus 3 bərabərdir 120-yə. Həll etsək 4n plus 4 bərabərdir 120, 4n bərabərdir 116, n də bərabərdir 29-a. Gətirib yerinə yazsaq, birinci tək ədəd olacaq 2 vurulsun 29, üstə gəlinsin 1. Olacaq 59. İkincisi də olacaq 2 vur 29, üstə gəlinsin 3, yəni 61. Bu ədədlərdən ən böyüyünü soruşur, deməli 61-dir. Doğru cavab. Düz bucağın qiymətini 3-ə bölsək, alınan bucağın dərəcə ölçüsünü tapın. Düz bucaq 90 dərəcədir. Bunu bölürük 3-ə, olacaq 30 dərəcə. Doğru cavab 30. 720 ədədini sadə vuruqlara ayırın və sadə vuruqların sayını tapın. 720-ni əvvəlcə bölürük 2-yə. Olur 360. 2-yə bölürük, olur 180. 2-yə bölürük 90. 2-yə bölürük 45. 3-ə bölürük 15.
3'ə bölürük 5, 5'i də 5'ə bölürük 1. Sadə vuruqların sayını soruşanda, baxın, buradakı vuruqların hər birini götürürük. 1, 2, 3, 4, 5, 6, 7. Deməli, 720-nin 7 dənə sadə vuruğu var. Doğru cavab 7-dir. 18A 3 rəqəmli ədədi 45-i tam bölünərsə A-nı tapın. Ədədin 45-ə bölünməsi üçün o ədəd həm 5-ə bölünməlidir, həm də 9-a bölünməlidir. İndi 18A bu 3 rəqəmli ədədin 5-ə bölünməsi üçün A ya 0 olmalıdır, ya da 5 olmalıdır. Çünki 5-ə bölünmə əlamətinə görə sonu 0 və 5 ilə bitən ədədlər 5-ə bölünür. İndi 9-a bölünməsi üçün, yəni bu ədədin 9-a bölünməsi üçün ədədin rəqəmlərinin cəmi 9-a bölünməlidir. İndi A-nın yerinə 5 yazsaq, ədəd olacaq 185. Bunun rəqəmlərinin cəmini tapsaq olacaq 14. 14 9-a bölünmür. Ona görə də A 5 ola bilməz. A-nın yerinə 0 yazsam, ədəd olacaq 180. Rəqəmlərinin cəmi 9-dur, 9 9-a bölünür. Deməli, bu ədəd həm 5-ə bölünür, həm 9-a. Onda 45-ə də bölünəcək. Yəni, bizdən nəyi soruşur? A-nı tapın deyir. Hə, A olacaq 0. Qarşılıqlı bucaqların təm bölənləri arasındakı bucağı tapın. Qarşılıqlı bucaqlar tərəfləri tamamlayıcı yarım düz xətlər əmələ gətirən bucaqlardır. Yəni, hər iki tərəfi. Baxın, bu tərəflə bu tərəf tamamlayıcı yarım düz xət əmələ gətirir. Bu tərəflə də bu tərəf tamamlayıcı yarım düz xətlər əmələ gətirir. Deməli, bu bucaqlar qarşılıqlı bucaqlardır. Həm də qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. İndi bu bucaqların təm bölənini çəksəm, baxın, təm bölən bucağı yarıya bölür. Yəni, bura x-dirsə, burada olacaq x. Bu qarşılıqlı bucaqlar bir-birinə bərabər olduğuna görə burada x olacaq, burada x olacaq. Onda burada, baxın, fərqli rənglə göstərim. Burada bizə soruşur ki, təm bölənlər arasındakı bucaq. Təm bölənlər arasındakı bucaq, baxın, bu bucaqdır. Bu bucağı soruşur. Burada əmələ gələn ortadakı bucaq, baxın, bu bucaq 2x qarşılıqlı bucağına qonşu olan bucaqdır. Qonşu bucaqların cəmi 180 dərəcədir. Yəni, bura 2x-dirsə, bu bucaq olmalıdır 180 minus 2x. Onda təm bölənlər arasındakı bucaq burada əmələ gələn 3 dənə bucağın cəmidir. Baxın, bir dənə x bucağı var, üstə gəlsin. Digər ortadakı bucaq 180 minus 2x-dir. Digər də, baxın, buradakı bucaqdır, x bucağıdır. Yəni, bu üçünün cəmi təm bölənlər arasındakı bucağı əmələ gətirir. Bunu da hesablasaq, x, x, 2x, mənfi 2x. Bunlar islah olunur, qalır 180 dərəcə. Deməli, qarşılıqlı bucaqların təm bölənləri arasındakı bucaq 180 dərəcədir. Doğru cavab 180. A-nın hansı ən kiçik qiymətində 6-da A plus 2 kəsir düzgün olmayan kəsir olar? Düzgün olmayan kəsir sürət məxrəcə bərabər və ya sürət məxrəcdən böyük olan kəsirdir. İndi bizdə A-nın ən kiçik qiymətini soruşur. Ona görə ən kiçik düzgün olmayan kəsir 6-da 6 olmalıdır. Surət 6 olmalıdır ki, bu A ən kiçik qiymət alsın, həm də bu kəsir düzgün olmayan kəsir olsun. Deməli, A üstəgəl 2 bərabər olmalıdır 6-ya. Buradan A-nı tapsa olacaq 4. Deməli, A-nın ən kiçik 4 qiymətində 6-da A plus 2 kəsir düzgün olmayan kəsir olacaq. Doğru cavab 4.